Yəqin ki, bunu yaxşı tanıyırlar. Bu Semyon Bağdasarov var. Görün nə danışır. Paşinyan satqındır. Paşinyan satqın deyil. Ümumiyyətlə bütün erməni xalqı satqındır. Nə Paşinyan? Paşinyanın da o da bu da. O yaxşıdır ki, deməli onlar müharibə istəyirlər. Bilirsiniz, çox insan yenə şəhidlərimiz ola bilər olsun. Yenə də heç şey ürəyimcə deyil. O bütün cavan uşaqlar gedib. Mənim yaşımda adamlar getsəydi, vuruşsaydı, bilirsən, çox əla olardı. Biz yaşamışıq da, öləndə də cəhənnəmə indi. Mən ölüm laf desinlər, dünən öləydi, bugün üçü olaydı. Kimə lazımıq, ha? Amma cavan heç nə görməyib da. Ona görə acığım gəlir. Bax, amma bunlar qoymayacaqlar. Ona görə müharibə də olsa, heç olmasa bu yaxınlarda olsun, canımız qutarar, bəlkə İrəvana gedib. İrəvana gedib bayraq sancmasa, qardaş, alınmayacaq. Bunlar istəmir də. Qardaş, bunlar istəmir. Bütün günü budur, Salavyovdur, oturublar, Paşinyan predator. Paşinyan bəlkə də hazırlaşır, bilmək olmaz o. Sülh deyil, olan sülhü hazırlaşmaqdır, bilirsiniz. Bu hamısı boş söhbətlərdir. Bu Salavyov deyir 1238-də nə bilim bizim erməni kilsəsi olub. Görün, dahi erməni kilsədən danışır. Busa nədirsə yaxşıdır. Qardaş, bizim torpaq 360 min kvadrat kilometr olub. 360 min kvadrat kilometr, hansı ki 1920-də bütün ruslar deyir ki, ay Erməni, ay Bağdasarov, мы вам создали Армению в Азербайджане. 9 тысяч квадратных вам дали. Потом Сталин 20 еще прибавил. Ай, Петровский петушок. Вот это почему Bağdasarov, bax buna Petrov xoruz deyiblər, bu alçaqlara. Ona görə o xoruzlar döyüşürlər. Bax, elən ki millət o adla və niyə heyvan deyilmişlər də bunlara. Bu insan deyir 360 min kvadrat olubdur. Ay kişi, torpağımız. Hansı ki, deməli, Rus, deməli, Lenin götürüb paylayıbdır. Azərbaycana verib Türkiyəyə. 1915-ci il yenə gətirirlər ağızlarına. 1915-ci il bu Bruce Finn, Ronald Reagan, Stefan Bauman dedilər ki, слушай, genosid совершили Armeniya da prекратите. Dedilər, yəni ermənilər 2 milyon türk deməli başını kəsib və cəzasız qalıblar. Bunu Stefan Bauman da deyir, beynəlxalq hakim, hərbi qaq, hərbi tribunalın hakimi. Bax, o adam deyir ki, cəzasız qalıb erməni. İndi bu alçaq nədirsə də, bizim balaca deyir, erməni xalqın 10 dənə, 20 dənə, nə bilim, yüzlərlə generalı olub, 5-6 dənə marşal verib ki. Deməli, bu alçaq Petrov xoruz bilmirdi ki, marşal vermək sizi 5 dəqiqəli idi. Bunu ruslar ermənilərə marşal verirdi ki, nəyə görə? Qaldırırdı, Türkü aşağılayırdı. Bu marşala deməli verirdi ki, bunlar necə bir etibarlı, verni pisi, etibarlı it kimi xidmət eləsin Rus imperiyasına, Komünist imperiyasına. Ona görə o marşal verirdi. Yəni siz marşallıq olmayıb, siz verib də. Sizə kim verib marşallar? Rus verib də, Rusun itisən də. Bəs niyə verməsin? Sən Türkün düşmanısan. Türkə zərbə vurursan. Türkə indi bu dəqiqə ruslar Moskvanı satar ki, erməni-türk müharibəsi başlasın. Ermənilər başlasın müharibəni bu dəqiqə. Bilirsiniz, bu sən o erməni ay Bağdasar, sən onun itisən, sən onun xoruzusan. Əlbəttə marşal olacaqdı da. Və marşal oldu ki, getdi, deyir, почему Azərbaycan generalov niyetу, marşalov niyetу. Откуда marşal bu? Həzi Aslanımı öldürdün, oradan Mehmandarov öldürdün, o biri nə bilim, Mamedovu öldürdün, sonra Qasımbekov olublar, generallar. Ay kişi,
Bu generalları hamısını bu bir öldürülmüşlər də. Mən hələ bildiyimi adını çəkdim. Hardan marşal olsun ay kişi? Biri demir orada, Москвада, Rusiyada, ay xay несчастный. Когда вы убиваете людей, да, у них откуда у них будет генерал-маршал, да? К примеру, biri demir. Bu alçaq da, bu alçaq, yəni bu da deməli aşağılayırlar, oturub bu Solovyovla aşağılamaqla məşğuldular. Ha, vaxtımız var. İndi görün bu birisi nədir? Bu Gürcülər bizdən nədir? Hələ baxın. Aha. Gürcülər deməli başlayıblar. Burada nədir? Россия предала грузин. Aha. Россия предала грузин. Наши земли отдали Азербайджан, туркам и так далее. Все. Bu bir. Sonra bu biri nədir? Deyir ki, наши монастыри грузинские присваивают, nə bilim, Azərbaycanı и так далее. В общем, nə deyirsə yaxşıdır, burada hələ baxın. Deməli, bu Gürcü, o deyir ya, analarını gedib, deməli, şeyləməkdən, söyməkdən analarına ki, ay ana, ay fahişə, niyə gedib türkün qucağında yatırsan ki, mən əmələ gəlmişəm səndən. Gedib analarına, deməli, söyməkdən, analarına minnət gəlməkdən, durub türklərə minnət gəlir ki, biz burada türkləşmişik. Deməli, nə deyir bu Gürcü, bu alçaq, bu Gürcülər? Hələ baxın nə deyir. Deməli, Trabzon Gürcüstandır, Zaqatala Gürcüstandır, Qax Gürcüstandır. Yəni bu görün özlərini nə qublar, 5-6 milyon yoxdular dünyada, 10 milyon olsa. Bunlar deyir ki, bizi tutub türklər, deməli, 10 nəfərlə gəlib Asiyadan bizə belə bütün dünya deyir ki, Skandinav xalqı deyir ki, biz Türk xalqıq, Azərbaycan xalqıq, türkdən. 700 minin tarixi olana bu necə aşağılayır, Türkün 700 minin tarixi. Bu alçaqlar deməli, o erməni xəstəliyi, ki, erməni deyir də bütün bizim hər şey bizimdir, indi Gürcü deyir bizimdir. Ermənin xəstəliyi keçib. Mənsə deyirəm, o olimpiyada var, deməli, o qədimlik yarışı gedir də, qədimlik olimpiyadasıdır da. Олимпиада по древности, да, продолжается. Да. Эстафету из Армении перешло в Грузию. То есть Грузинам перешла эстафета. İndi bu Gürcülər bu estafetanı qəbul ediblər, deməli. İndi özləri çıxıb qədim, dünyanın qədimlik. Nə bilim, Daviddən danışır, Damarradan danışır, eramızdan əvvəl Romanı məhv eləmişik, biz Farsları məhv eləmişik, hansı ki, heç Fars müharibəsi olmayıb. Türklə Gürcü müharibəsi olmayıb, qardaş. Bu deyir ki, Türk-Gürcü müharibəsində Ruslar bizi satır. Gürcü 10 nəfər millət olubdur 1800-cü illərdə, 1700-cü. Nə bilim, ay kişi, 5-6 Gürcü olub, bilmirəm. Mən Gruzinlərə deyirəm, приходите, поедем в архивы мировые. Ай, бедолага несчастная. До 1600 года ни один источник нету про Кавказа, кроме турков. И все. Вот. Что я хотел сказать. Значит, bax bunu deməli, Gürcülərə deyirəm də, yəni, ay Gürcülər, adam olun, yaşayın, nə istəyirsiniz, 5 günlük dünyadır. Ada Türklə əlləşməyin, yaxşı qurtarmaz axırız, gedib o Rusun, Fransuzun, nə bilim, İngilisin ağlına düşüblər ki, bax, bu, mən yenə də deyirəm də, yəni bu, bizim Azərbaycan, bu, deməli, o kilisəsidir, monastırlardır, nədir? Ay kişi, nə işin var? Albanındır, kimindir, bizimdir, Türkündür, Türk Albandır. Yəni bu
Necə bunların bilmirəm ay kişi, bunlarda alimlər, bu yetimçələr, bunlar bu alimdir, nədir, bu kimdir bunlar? Bunlar nə yeyirlər belə düşüblər Azərbaycan, Azərbaycan. Ha, yetimçələr. Azərbaycandan əl çəkin də, nə qədər demək olar. Ha, nə qədər qudurublar pulları, 5 qəpik artıq cibində pul var, gedir torpaq mənimdir, torpaq dəyəsi edir. Sən kimsən? Hələ bax gör tarixiyə hardan gəlibsən, kim qaldırıb. Dağlarda o aul deyirlər, onda yaşayan bir xalqlar, siz nə durubsuz? Drevni natsiya, Gruzini, мы первая natsiya, xristianım. O monastır da başımıza dəysin, məscid də başımıza dəysin. Əl çəkin. Sizə nəyinə də gələsiniz, sözüm də yoxdur da.